Salam. Bugün sizinlə münasibətlərdə psixoloji gücü, özünə inamı qorumaq üçün irəli sürülən, bəlkə də biraz, necə deyim, fərqli bir stratejiyanı müzakirə edəcəyik. Söhbət tabak teoriyası adlanan bir konsepsiyadan gedir. Bəli, salam. Olduqca maraqlı və bəzən də mübahisəli bir mövzudur. Əlimizdəki materiallar bu nəzəriyyəni, onun məntiqini, mexanizmlərini ətraflı şəkildə izah edir. Məqsədimiz də elə budur, anlayaq görək bu nədir, nəyi hədəfləyir. Tamamilə. Gəlin başlayaq, görək bu tabaklar nə məsələdir. Yaxşı, elə oradan başlayaq. Tabak çevirmək metaforası. Bu nə deməkdir ümumiyyətlə? Mənbələr deyir ki, tabaklar sizin potensial romantik və ya cinsi partnyorlarınızdır. Hə, yəni seçimləriniz. Bəli, seçimlər. Fikir odur ki, eyni anda bir neçə belə tabağı fırlatmaqla, yəni bir neçə insanla maraqlanmaqla, bir nəfərdən həddindən artıq aslı vəziyyətə düşmürsən. Düzdür. Və bunun arxasında çox fundamental bir psixoloji məqam dayanır. Yəni iki fərqli düşüncə tərzi var. Bolluq və qıtlıq. Bolluk və qıtlıq. Bəli. Əgər sən düşünürsən ki, ətrafda çoxlu potensial partnyor var, seçimlərin boldur, bolluq zehniyyəti. Bu səni daha rahat, daha özünə güvənən edir. Münasibətdə mövqeyin güclənir. Amma əksi olanda? Əksi, yəni qıtlıq zehniyyəti olanda, bütün diqqətini, ümidini tək bir nəfərə bağlayanda, istər-istəməz bir ehtiyaclılıq yaranır. Yəni, o insana möhtacmış kimi davranırsan. Və bu da qarşı tərəfi çox vaxt itələyir, eləmi? Güc balansı pozulur. Tamamilə. Çox vaxt cazibədar gəlmir bu ehtiyaclılıq. Bu nəzəriyyə də məhz o qıtlıq düşüncəsini, o dövranı qırmaq üçündür. Çoxsaylı aktiv seçimlər təklif edir. Bir də mətnlərdə one-itis deyə bir şeydən danışılır. Aha, one-itis. Bu, bir nəfərə həddən artıq bağlanıb qalmaq, sanki dünyada başqa heç kim yoxmuş kimi davranmaq vəziyyətidir. Nəzəriyyə bunun qarşısını almağı hədəfləyir. Çox maraqlıdır bu qıtlıq və ehtiyaclılıq məsələsi. Yaxşı, bəs praktikada necə olur bu iş? Yəni, bu tabaqları idarə etmək, bu nə deməkdir? Baxın, praktik tərəfi odur ki, bu proses dinamikdir. Mənbələr deyir ki, bəzi tabaqlar qaçılmaz olaraq düşəcək. Düşəcək, yəni maraq itəcək, ya alınmayacaq? Bəli, ya qarşı tərəfin marağı itəcək, ya sizin, ya da ümumiyyətlə uyğunsuzluq ortaya çıxacaq. Nəzəriyyəyə görə bu normaldır. Əsas məsələ o düşən tabağın yerinə dərhal yenisini əlavə etməkdir. Yəni seçimlər hovuzunu dolu saxlamaq. Daima aktiv olmaq yəni. Elədir. Bəzən bunu ov tüfəngi texnikası ilə müqayisə edirlər. Ov tüfəngi. Aha. Qət bir hədəfə, snayper kimi fokuslanmaq əvəzinə daha geniş bir sahəyə atəş açırsan, yəni daha çox insanla tanış olursan, əlaqə qurursan, məqsəd odur ki, biri alınmayanda digər variantların olduğuna görə çox da sarsılmayasan. Bir dəqiqə, bu ov tüfəngi yanaşması biraz, necə deyim, səthi səslənmir ki, yəni sanki keyfiyyət yox, ancaq say önəmlidir kimi çıxır. Əla sualdır, çünki bu ən çox yayılan yanlış anlaşılmalardan biridir və nəzəriyyənin tərəfdarları əslində tam tərsinin doğru olduğunu iddia edirlər. Necə yəni? Deyirlər ki, əslində məhz çoxsaylı seçimin olanda sən daha seçici ola bilirsən, standartlarını yüksəldə bilirsən, çünki heç kimə möhtac deyilsən axı. Maraqlıdır. Bəli. Əgər bir tabaq, yəni potensial namizəd, sənin standartlarına, kriteriyalarına cavab vermirsə, heç bir çarəsizlik hiss etmədən onu rahatlıqla kənara qoyursan, çünki bilirsən ki, başqa seçimlər var. Yəni, məqsəd kəmiyyət deyil, kəmiyyət vasitəsilə keyfiyyəti tapmaq və aşağı standartlara razılaşmamaqdır. Anladım. Deməli, çoxluq əslində daha yüksək standartlar qurmağa imkan verir. Bu məntiqlidir. Bəs bütün bunların insana qazandırdığı iddia edilən faydalar nələrdir? Yəni, sadəcə daha çox insanla tanış olmaqdan başqa? Mənbələrə görə faydalar daha dərindir. Birincisi və bəlkə də ən əsası, artan özünə inam və özünə dəyər hissidir. Və bu təkcə münasibətlərə yox, həyatın digər sahələrinə də müsbət təsir göstərir deyilir. Maraqlıdır. Başqa? Psixoloji və emosional müstəqillik. Yəni, xoşbəxtliyin və ya özünə dəyər hissin tək bir insanın davranışından, qərarından asılı olmur. Seçimləri idarə etmək sənə bir növ kontrol hissi verir.
hətta ümumi motivasiyanı artıra biləcəyi də iddia edilir. Ümumi motivasiyanı, necə yəni? Görünür, bir sahədə, bu halda sosial və romantik həyatda seçimlərinin və uğur potensialının olduğunu hiss etmək, digər sahələrdəki çətinliklərə və ya uğursuzluqlara qarşı daha dözümlü olmağa kömək edir. Bir növ psixoloji təhlükəsizlik yastığı kimi. Bu da maraqlı aspektdir. Bəs yaxşı, gəldik məncə ən qəliz suala. Uzun müddətli ciddi münasibətlər, yəni LTR, Long Term Relationship, dediyimiz vəziyyətlər. Orada da bu tabaq çevirmək keçərlidir. Bu necə ola bilər axı? Etik deyil sanki. Bu çox həssas məqamdır və burada nəzəriyyə biraz fərqli işləyir. Söhbət artıq aktiv şəkildə çoxsaylı insanla görüşməkdən getmir əlbəttə ki. Bəs nədən gedir? İddia budur ki, hətta sadiq, ciddi bir münasibət içində olarkən belə, partnyoruna sənin hələ də cazibədar olduğunu, sosial dəyərinin yüksək olduğunu, yəni başqaları tərəfindən də arzulana biləcəyini hiss etdirmək vacibdir. Yəni, real olaraq başqa seçimlər axtarmaq yox, sadəcə o təsəvvürü yaratmaq. Bəli, seçimlərə sahib olma təsəvvürünü, potensialını qorumaq. Bu birbaşa flört etmək və ya başqaları ilə yazışmaq demək deyil, bu sosial çevrəni aktiv saxlamaq, özünə baxmaq, hobbilərinin olması, yəni partnyorun aslı olmayan bir həyatının və dəyərinin olduğunu göstərmək anlamına gələ bilər. Məqsəd nədir bunda? Güya bu, partnyorun səni çantada kəklik kimi, yəni artıq tam əldə edilmiş, heç yerə getməyəcək, biraz da möhtac kimi görməsinin qarşısını alır və münasibətdəki o ilkin həyəcanı, marağı, tarazlığı qorumağa kömək edir. Bu təsəvvürü qorumaq fikri, etiraf edim ki, bəziləri üçün biraz manipulativ səslənə bilər. Elədir. Bu, tənqid olunan məqamlardan biridir. Ümumiyyətlə, bu nəzəriyyə hardan qaynaqlanır və əsas tənqidlər nələrdir? Mənbələrdə qeyd olunur ki, bu konsepsiya daha çox onlayn kişi icmalarından, bəzən manosfer adlanan və əsasən kişilərin tanışlıq, münasibət strategiyalarına fokuslanan internet çevrələrindən çıxıb. Tənqidlər də çoxdur, təbii ki. Ən əsas tənqidlər odur ki, bu yanaşma insanları, xüsusən də qadınları bir növ əşya kimi, yəni tabaq kimi görməyə təşviq edir, obyektivləşdirir. Münasibətləri həddən artıq oyunlaşdırır, stratejiləşdirir və emosional dərinliyi, səmimiyyəti arxa plana atır. Bunlar ciddi ittihamlardır. Bəs tərəfdarlar özlərini necə müdafiə edirlər? Bu obyektivləşdirmə ittihamına nə cavab verirlər? Onların əsas argumenti, əks argumenti budur ki, məqsəd qətiyyən obyektivləşdirmək deyil. Əksinə bu, kişinin öz dəyərini anlaması, itirməməsi, sağlam sərhədlər və standartlar müəyyən etməsi üçün bir vasitədir. Yəni özünü qorumaq üçün. Bəli, bunu bir növ psixoloji özünü müdafiə, özünə hörmət strategiyası kimi təqdim edirlər. Deyirlər ki, əgər öz dəyərini bilsən və seçimlərinin olduğunu anlasan, o zaman münasibətlərdə özünü itirməzsən, istismar edilməzsən və daha sağlam əlaqələr qura bilərsən. Əsas məsələ kişinin öz potensialını və dəyərini dərk etməsidir. Yaxşı, gəlin bir yekun vuraq. Deməli, bütün bu müzakirədən sonra nə nəticəyə gəlirik? Görünən odur ki, tabaq teoriyası tanışlıq və münasibət dinamikasına seçimlər və bolluq prizmasından baxmağı təklif edən bir modeldir. Bəli, və əsas iddiası da odur ki, bu yanaşma özünə inamı qorumağın, münasibətlərdə güc balansını saxlamağın və ehtiyaclılıq tələsinə düşməməyin bir yoludur. Düzdür. Amma əlbəttə, mübahisəli tərəfləri və potensial mənfi cəhətləri də var. Mütləq. Və bu, bizi çox maraqlı bir son düşüncəyə gətirir məncə. Bu, tabaq çevirməyin özünü, yəni aktiv şəkildə çoxsaylı partnyor axtarmağı bir kənara qoysaq belə, sizcə sırf o hiss, yəni seçimlərimizin olduğunu bilmək, hətta real olaraq heç kimi axtarmasaq belə, sadəcə bu potensialın olduğunu düşünmək, bizim münasibətlərdəki davranışlarımıza, özümüzü aparmağımıza, hiss etdiyimiz o güvənə, sərbəstliyə nə dərəcədə təsir edir? Həqiqətən düşündürücü sualdır. Yəni, reallıq yox, təsəvvürün özü nə qədər güclüdür. Bəli, o bolluq hissinin təsiri. Bu barədə düşünməyə dəyər. Bu dərin təhlildə bizimlə olduğunuz üçün çox təşəkkür edirik. Ümid edirik ki, bu müzakirə sizin üçün də maraqlı və faydalı oldu.